Salam aleyküm. Zaqataladayıq. Çox gözəl hava var bu günləri. Dəhşət. Utindi yağı, utindi şərbəti, qarazirə şərbəti. Üçü də mükəmməldir. Demək, ünvan olaraq sizə göstəreyim. Burada kainat tədris mərkəzi var. Xəstəxana buradadır. Məscid də buradadır. Gəl inşallah göstərək içərdən də. İlk öncə çox maraqlı oldu da mənim üçün. Kinoya toxumundan çörək çox faydalıdır. Burada var. Bunu tapmaq olmur axı, amma burada var, satışda var. Gözəl demək burada baxın. Öskürək üçün bu çox gözəldir. Propolis zəncəfil, keçi boynuzunun özü olan. Çox gözəl faydalıdır. Sonra tut bəhməzidir. Bax, tahinlər var burada. Dazotu yağı, nədir, baxsa sistemi üçün mükəmməldir. Qastrasyon yağıdır, çörək yağı. Çox gözəl faydalıdır. Sonra zeytun yağı var burada. Bitkilər çoxdur. Çeşidi çoxdur bitkilərin. Hamısı da laboratoriyadan çıxır. Sonra sarkökün ekstraktı. Ağciyara çox fayda verir. Ümumiyyətlə, immunitetə də qaldırır. Limfalara çox gözəl təsir edir. Qarazirə və utindi və kantaron faydalıdır. Əsəbləri sakitləşdirir, yuxuda gətirir insana. Çaytikan yağı, zeytun yağı. Bax, masaj üçündür bu. Azonlaşdırılmış. Sonra bu içmək üçün də əvəş toxumundan olan. Sonra hazır burada məzunlar var. Hazır göğsüm var burada. Sonra baxın şişmişli məzun var burada. Bronx məzunu var bronxlar üçün. Kökəlmək üçün məzun var. Çox. Mən ən sevdiyim bal meşə balıdır. Tünd balıdır. Çox gözəl qan artırır. Sonra alaqanqa toxumu bilirsiniz ki, qaraciyər üçün mükəmməldir. Sonra ənginarın yarpaqları. Qaraciyər yiyir. Sonra böyrələrə çox gözəl fayda verir. Çöl qatır quyruğu. Ödündə daş olana da fayda verir. Uzun müddət içilsə. Sonra kişilər üçün bu günlər demək olar video çəkməmişəm. Yakotu çox faydalıdır. Ürək qandama sistemi üçün çoban çökərtən bitkisi çox gözəldir. Balqabaq toxumudakı qurtları tökülür. Sonra iydə unu. Bax gözəldir. Belə. Tut qurusu. Kimdə CRP qalxırsa qanda çox faydalı. Dəmliyin için. Duzlar, hə, duz. Naxçıvan duzu var. Hə. Naxçıvan duzu çoxsu mənə yazır ki, yoxdur dükanlarda, tapa bilmirik. Naxçıvan duzu bütün fitoklublarda var. Baxın, Naxçıvan duzu. Belə. Əsas da odur ki, çörək var. Zaqatala filialında bu çörək var. Düzdür, başqa filiallarda çörək yoxdur, amma buradan var. Kimdə bir dənə də şey göstərəm, kimdə böyrələrində daş yaranırsa, daş yaranmanın qabağı çox gözəl vaxtı alır. Çox faydalıdır. Sonra kimdə onkoloji xəstələr mənədir ki, ağrımız var, çox ağrıyırıq. Ağrı kəsici krem çox gözəldir, bax bu. Əla bir şeydir bu. Sonra Dəmirov üçün mas Sariotrin, baxın. Allah can sağlığı versin, Füzuli Hüseynovun özünün kəşfidir. Propolis. Suda çıxarışdır. Özüm də bundan içirəm mən. Qəşəng. Belə, çox sağ olun, minnətdaram. Allah bütün xəstələr şəfa versin.